Vilayət Eyvazov nə qədər rüşvətə meyilli olsa da, nə qədər belə deyək də, mundar işlərlə məşğul olsa da, Vilayət Eyvazov o səlahiyyət verilməyib ki, sən seks şpiyonajla məşğul ol. Bu çirkin işi görən yalnız Əlin Ağayevdir, yalnız DTX-nın nəzarətində olan bir şöbədir. Yəni bu işi heç polisə tapşırmayıblar da, başa düşürsünüz? İndi gəlirik mənim məsələmə. Çəkmişik, Mehmanla danış ki, susacaq. Bu mənə deyib, mən demişəm ki, mənim cavabım oldu ki, DTX-nın işi gücü yoxdur. DTX bunu gizlin kamera ilə çəkib. Amma İlham Əliyev və Əlin Ağayev mənə müraciət eləsəydi, mən öz seks səhnələrimin, kasetlərimi 4K və HD formatında təqdim eləyərdim Dövlət Təhlükəsizlik Nazirinə. Bunu mənə göndərirlər, mənim səhnələrimi keyfiyyətsiz şəkildə. Mən deyirəm ki, ay sizin başınız boşdur, mən bunu istəyirsinizsə daha yüksək keyfiyyətlə yayım da. Yəni bu mənim üçün problem deyil də. Siz Mehman Hüseynovu seks kasetlə susturmağa düşünürsünüzsə, getdi həmin adamlara, Mehman susmayacaq, mən daha sərt ritorikaya keçəcəm və nə İlham Əliyevin ailəsi, nə Əlin Ağayevin, nə Vilayət Eyvazovun arvadı və digərləri mənim üçün, mən demişəm də, mənlə hansı dildə danışırlarsa, Mehman 10 qat elə bir dildə onlarla danışa bilər. Yəni mənim üçün, yenə deyirəm ki, itirəcəyim heç nə yoxdur. İlham Əliyev mənə cavab verməlidir ki, niyə mənim o dəmir burnunu mənim yatağıma salıb, niyə İlham Əliyev mənim yatağıma girib, niyə İlham Əliyev illərdir Əlin Ağayevlə birləşib mənim yatağımı çəkib, evimi çəkib. Niyə? Səbəb nə ola bilər? Mən deyirəm ki, bu mənim şəxsi işimdir də, yəni mənim seks yatağım mənim şəxsi işimdir. Bunu nə İlham Əliyev üçün maraqlı ola bilər, bu heç kimə maraqlı olmamalıdır. İlham Əliyevə bu maraqlıdırsa, mən deyirəm ki, gəl sənə bunun yüksək keyfiyyətli videoları təqdim edeyim. Mən də sənin dərdini bilim də, yəni məsələ belə həll olunmalıdır. Yoxsa ki, gələ bu seks kaseti get Mehmanla və bunu mən dədəmə göstərdilər, qardaşıma göstərdilər. Və deyiblər ki, get Mehmanla danış. Mehman dedi ki, heç bir danışıq yoxdur, yay